Salam. Bugünkü mövzumuz sözün fonetik xüsusiyyətləridir. Deməli, birinci sualda sözlərin birində səslərin sayı çox olsun deyir hərflərdən. Yəni biz səsartma hadisəsi baş verən sözü axtarırıq. Həyat sözündə heç bir artım olmur. Dostluq sözündə t düşür, sərbəst sözündə, yəni t düşür, müəllim sözündə olduğu kimi qalır. Ailə sözündə isə bəli, y artırılır. A uzanır, y artırılır, ailə. Ona görə də cavabımız C variantı olur. 2. Sözlərdən hansında hərflərin sayı səslərin sayından azdır? Yenə səs artımı hadisəsi istəyir bizdən. Hərflər səslərdən az olsun. Yəni səslər çox olsun. Qayalıq sözündə heç bir səs artımı olmur, dalğada olmur, memarda olmur, müalicədə olmur. Elmsiz sözündə bəli, səs artımı olur. Elmsiz i qapalı sait artırılır. Üçüncü sualda sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur. Yəni yenə səslərin sayı çox olsun, yəni səs artımı olsun. Hövsələ olmur, hökmən, hökumət, hörmətli olmur. Hökümlü sözü yenə eyni şəkildə bura ü artırılır. Cavab D olur. Dördüncü sualda sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur. Yəni yenə səslərin sayı çox olsun. Yenə hər hansı bir sait və yaxud da samit artımı istəyir bizdən. Qəsd sözündə artım olmur, qəsb sözündə olmur, qənd sözündə olmur, dostluq sözündə əksinə səs düşümü olur, amma hökmdar sözündə ü artırılır. Tələffüzdə ona görə cavabımız B variantıdır. 5. Sözlərdən birində səslərin sayı hərflərin sayına bərabərdir. Deməli, yəni nə səs artımı olsun, nə səs azalması olsun, heç bir səs düşümü olsun istəmir. Deməli, faciə sözündə səs artımı olur, bərabər olmur. Təbiətdə y artırılır, bərabər olmur. Ədəbiyyatda y-nın biri düşür, bərabər olmur. Bədiidə də i-nin biri düşür, bərabər olmur. Doğru cavab B variantı olur. Hansı sözlərdə səslər hərflərin sayından bir vahid azdır? Deməli, səslərin az olmağını istəyirsə, deməli, səs düşümü hadisəsi olsun. Deməli, üstə sözündə, bəli, səs düşümü olur, t düşür. Biz bilirik ki, s, t birləşməsi söz sonunda gələndə və özündən sonra samitlə başlayan şəkilci gələndə t düşür. Baxın, eyni qayda 5-də də var, eyni qayda 8-də də var, eyni qayda 9-da da var. Yəni, bu sözlərin hamısında t düşəcək. Çünki s, t-dan sonra samitlə başlayan şəkilci gəlir və buna görə də düşmə olur. Cavabımız olur A variantı. 6-cı sualda adiləşmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv istəyir. Fonetik xüsusiyyətləri, yəni fonetik təhlil elədiyimiz zaman biz sözün tələffüzünü mütləq şəkildə yanında yazmalıyıq. İndi adiləşmək sözündə deməli A uzanır və adiləş sonda isə i hissəsi, yəni xışdiri olur. Çünki k söz sonunda gələndə xışdiriyə çevrilir. Gəlin indi variantlarımıza baxaq. Deməli, vurğu deyirsə sözü yazılışına baxıram. Bəli, vurğu sona düşür. Deməli, A düzdür. Deyək ki, ahəng qanuna tabe deyil. Deməli, ahəng qanunu, vurğu, heca deyəndə yazılışa baxıram. Bir də yazılışa baxıram. A qalın, i incə, bəli, tabe deyil. İlk sait uzun tələffüz olunur. Bəli, bunu da düz deyir. Tərkibində c cingiltili samitinin kar qarşılığı var. C-nin qarşılığı k-dır. Düzdür? Bu sözdə isə k yoxdur. Baxın, tələffüzə baxıram, yazılışa baxmıram. Deməli, doğru cavab D variantı olacaq. Yəni, səhvi istəyirsə, səhv kimi D-ni götürə bilərik. 2 qarşılığı olmayan samit işlənmişdi. Bəli, L və M işlənib. E-də düzdür. Keçirik 8. Bənövşə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv. Bənövşə sözü elə bənövşə olaraq da tələffüz olunacaq. Deməli, deyək ki, tərkibində dodaqlanan sait yoxdur. Mən tələffüzə baxıram. Tərkibində ö var, ö dodaqlanandır. Bu səhvdir. Saitlərdən heç bir uzun tələffüz olunmur, düzdür.
Yazılışı ilə deyilişi fərqlənmir, düzdür. Saatlərin hamısı açıqdır. Bəli, açıqdır. Saatlər incədir, düz deyir. Deməli, səhv cavab istədiyi üçün A variantını götürürəm. 9. Şərqşünas sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin deyir. Gəlin baxaq. Deməli, şərq şünas. Aha. Deməli, deyir ki, 3 hecalı sözdür. Heca deyəndə yazılışa qayıdıram. Bəli, 3 saat varsa 3 hecalı sözdür. Sözdəki q samitinin kar qarşılığı k-dır. Deməli, sözdəki q. Sözdə baxıram tələffüzə. Q var sözdə. Xeyr, yoxdur. Deməli, sözdə q yoxdur. Bu səhvdir. Ahəng qanunu pozulmuşdur. Bəli, düz deyir. Ü incədir, A qalındır. Saatlərin ikisi açıq, biri qapalıdır. Düz deyir. Hərflərlə səslərin sayı bərabərdir, düz deyir. Səhv cavabı istəyirsə B variantını götürürük. Deməli, daha sonra 10-cu sualda Füzuliyanə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv istəyir bizdən. Gəlin yenə birinci tələffüzünü yazaq. Füzu uzanır, li, ya, a uzanır, nə. Baxın, 2 dənə uzanması oldu. Deməli, ahəng qanunu gözlənilmir. Yazılışa baxıram, düz deyir. Həm ü var, həm u var. 5 hecalı sözdür, saatləri sayıram. 1, 2, 3, 4, 5 düz deyir. Yazılışı ilə deyilişi fərqlənmir. Bəli, bunu da düz deyir. Niyə düz deyir? Çünki yazılışı deyilişi uzanma olanda dəyişmir. Nə zaman dəyişir? Ya səs düşümü olsun, ya səs artımı olsun, ya da səs dəyişimi olsun. Bu zaman dəyişə bilər. Burada 2 dənə uzanma var. Bu demək deyil onun yazılışı, deyilişi fərqlənir. Xeyr, fərqlənmir. Ona görə düz deyir. Bir uzun tələffüz olunan sait var. Səhvdir, 2 dənədir. Sözdə həm cingiltili, həm kar samit var. Bəli, f kardır, z, l cingiltilidir. Düz deyir. Səhv cavab D variantı. Məzuniyyət sözünün, gəlin yenə tələffüzünə baxaq. Deməli, uzanır, məzuniyyət. Y-nın biri də düşür. Çünki iyyət demişik söz sonunda gördüyümüz zaman y-nın birini salırıq, yəni düşür. İndi bizə deyir ki, yenə səhv. Söz cingiltili samitlə başlayıb, bəli, m, kar samitlə bitir, bəli, t. Düzdür. Saatlərdən biri uzun tələffüz olunur, bəli. Sözdə hərf və səslərin sayı bərabər deyil, bəli. Çünki səs düşümü hadisəsi olubdur. Sözdəki 4 samitin qarşılığı var. Deməli, hansı samitlərin var? Z-nın qarşılığı var. S, Y-nın var, xışdiri, bir də T-nın qarşılığı var. 3 dənə oldu axı. Vurğu sondadır, bunu da düz deyir. Deməli, səhv cavab D variantıdır. 12. Zəhimli sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri. Gəlin yenə tələffüzünü. Zəhimli. İ artırılır. Deməli, ahəng qanununa tabedir. İ. Düz deyir. Həm açıq, həm də qapalı saat var. İ. Düz deyir. Hər üç hecanın tərkibində incə saat var. Aha. İndi mən dedim ki, qeyd elədim ki, heca, vurğu, ahəng qanunu deyəndə yazılışa baxırıq. İndi baxaq görək 3 heca var. Xeyr, 2 hecadır. Çünki 2 saat var. 2 saat varsa 2 hecadır. Deməli 3 heca yoxdur. Səhvdir. Vurğu 2-dədir, düz deyir. 3 samitin qarşılığı yoxdur. H, M və L-nın qarşılığı yoxdur. Düzdür. Doğru cavab C variantıdır. 13. Qayalıq və çiçəklik sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı ortaq fikir. Deməli, qayalıq sözü, qayalıq. Çiçəklik sözü, çiçəklik. Yəni, xışdiri olur. İndi bizə deyir ki, ortaq fikir olmasın. Aha. Deməli, saatlər uzun tələffüz olunmur.
ortaqdır. Heç birində uzun tələffüz olunan yoxdur. Yazılışı ilə tələffüz arasında bir fərqli məqam var. Deməli, qayalıq sözündə bəli, bir dənə q, x-ya çevrildi. Amma çiçəklik sözündə 2 dənə fərqli məqam var. Çığlar xışdiriyə çevrildi. Deməli, elə bu səhvdir. Ahəng qanunu gözlənilmişdi. Bəli, hər ikisində gözlənilib. 3 hecalıdır, hər ikisi 3 hecalıdır. Yalnız bir samitin çar qarşılığı yoxdur. Qayalıq sözündə l-nın qarşılığı yoxdur. Çiçəklik sözündə də l-nın qarşılığı yoxdur. Düzdür? Deməli, ortaq olmayan B-dir. 14. Hansı sözdə səs və hərflərin sayı bərabərdir? Yəni nə bir düşmə, nə bir artma, dialoqda y artırılır, rübai y artırılır, dostluq t düşür, təəssüf ə düşür, şücaətdə isə heç bir düşmə, artma olmur, sadəcə uzanma olur. 15. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Səs azdır, yəni səs düşümü olsun. Məşhurda heç nə olmur, sual olduğu kimi qalır, dövran olduğu kimi qalır, təhcə olduğu kimi qalır, amma baxın iyyət biri düşür y-nın. 16. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Deməli, səs azdır, yəni yenə düşmə olsun. Dövrədə düşmə olmur, reisdə olmur, müayinə, dəhşət, əl-açıqda. Deməli, əl-açıq, bacıoğlu, dayı, oğlu tipli mürəkkəb sözlərimizdə ilk sözün son saiti düşür. Yəni, əl-açıq olacaq. İ orada düşəcək. 17. Mətbəə sözünün yenə tələffüzünü yazırıq. Ənin biri düşür, digəri uzanır. Aha. Deməli, vurğu sözün sonuncu hecasındadır, düzdür. Yazılışı ilə deyilişi fərqlidir, düzdür. Səs düşümü var çünki. Qarşılığı olmayan cingiltili samit işlənmişdir. Qarşılığı olmayan bəli, m işlənibdir. Hərflərlə səslər sayca bərabər deyil. Düz deyir, səs düşümü hadisəsi olub. 3 eyni saat səs. Baxın, səs deyir. Səs deyirsə yazılışa baxıram. Burada 3 dənə sait yoxdur, axı 2 dənə sait var. Deməli, E variantı səhv cavabımızdır. 18. Məşğuliyyət sözünün fonetik xüsusiyyətləri. Deməli, gəlin baxaq, məşğuliyyət sözündə nə baş verir? Məşğuliyyət, y-nın biri düşür. Çünki iyyətin tərkibindədir. Deməli, 2 açıq, 2 qapalı sait var. Bəli, U və İ, Ə və Ə. Düz deyir. Yazılışı ilə deyilişi fərqlidir. Bəli, səs düşümü var. Vurğu 4-cü hecan üzərindədir. Düzdür. 5 cingiltili samit səs var. Gəlin baxaq. M, tamam, 1 cingiltili. Ğ, 2 cingiltili. L, 3 cingiltili. Axı bir dənə y var. Bu da 4 cingiltili. 5 olmadı. Baxın. Tələffüzə baxdım, yazılışa yox. Deməli, 4 dənə var. Bu səhvdir. Söz kar samitlə bitir. Deməli, cingiltili ilə başlayır. Bəli, t ilə bitir. Burada da doğru cavabımız D variantı olacaq, səhv. 19-cu sualda olmaya sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir istəyir bizdən. Gəlin olmaya sözünün tələffüzünə baxaq. Olmuya. Yəni A, U-ya çevrilir. Deməli, ahəng qanunu gözlənilir, yazılışa baxıram, düzdür. 2 açıq sait var. Bəli, tələffüzə baxıram. O və A açıqdır, U qapalıdır. Deməli, bu da düzdür. Vurğu sözün son hecasının üzərindədir. Xeyr, olmaya sözündə vurğu əvvələ düşür. Deməli, səhv cavabımız elə C olur. 20-ci sualda bucaq ölçən sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri istəyir. Gəlin, bucaq ölçən sözünün tələffüzünə baxaq. Deməli, bucaq ölçən. Niyə ğ olur? Çünki özündən sonra sait gəlib. Ona görə ğ olur. Elə olduğu zaman kar cingiltili samit cütlüyü işlənmişdir. Deməli, işlənmişdir deyir. Burada kar cingiltili samit cütlüyü c və ç var. Ola bilər, bəli. Deməli, bu düzdür. Cingiltili samitlə başlayıb, cingiltili samitlə də bitir. B ilə başlayıb, bəli, cingiltili ilə də bitir. Həm açıq, həm qapalı sait var. Deməli, həm açıq, bəli, A, həm qapalı U var. Q samiti K kar samitinin cingiltili qarşılığıdır.
Bu sözdə q samiti yoxdur. Ona görə də səhv cavabımız elə D olacaq. 21. Brilyant sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri istəyir. Brilyant sözünün tələffüzü elə brilyant olduğu kimi qalır. İndi düzgün fikir istəyir burada bizdən. Ahəng qanunu gözlənilmişdi. Baxıram səhvdir, çünki i incə, a qalındır. Bütün samitlər cingiltilidir. B, R, L, Y-nı, xeyr, T kardır, deməli bu da səhvdir. 3 hecalı sözdür, xeyr, 2 dənə sait var, 2 hecalıdır. Deyilişi ilə yazılışı fərqlənmir, bəli, doğru cavab D variantıdır ki, fərqlənmir. 22. Üzürlü sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri istəyir. Gəlin, üzürlü sözünün yenə tələffüzünə baxaq. Üzürlü. Deməli, üzürlü sözünün səhvi istəyir. 3 sait, 2 heca var. Bəli, sait deyəndə tələffüzə baxıram 3-dür. Amma heca deyəndə yazılışa baxıram. Deməli, 2 hecal var. Ona görə A düzdür. Hərf və səslərin sayı bərabər deyil. Bəli, hərf deyəndə bura baxıram, səs daha çoxdur. Bu da düzdür. Ahəng qanunu gözlənilib. Bəli, gözlənilib. R və L samitlərinin kar qarşılığı yoxdur. Mən sözə baxıram tələffüzə. Tələffüzdə L samiti yoxdur. Ona görə də səhv cavabımız elə D variantı olur. 23. Meeting sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir istəyir. Deməli, meeting sözünün tələffüzü meeting K olur. Belə olduqda 2 hecalıdır, düzdür. M, N, Q cingiltili samitlərdir, xeyr. Tələffüzə baxıram, tələffüzdə Q yoxdur. Deməli, elə səhv cavabımız B variantıymış. 24. Munis sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv istəyir. Munis sözündə munis sadəcə U uzanır. Birinci sait səs uzun tələffüz olunur, düzdür. 2 hecalı sözdür, düzdür. Ahəng qanunu gözlənilmir. Bəli, düz deyir. 2 samit səsin qarşılığı yoxdur. M-nın və N-nın yoxdur. Düz deyir. Sözün yazılışı ilə deyilişi fərqlənir, səhvdir. Yadınızda saxlayın ki, sadəcə uzanma varsa sözdə yazılış deyiliş fərqlənmir. Çünki uzanma yazılış deyiliş fərqi yaratmır. 25. Küskünlük sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Deməli, küskünlük sözünün gəlin yenə tələffüzünü yazaq. Küskünlük. Deməli, kar qarşılığı olmayan samitlər işlənmişdir. Kar qarşılığı olmayan, bəli, N var, deməli bu düzdür. 3 kar, Ç, S, X-dirik, düzdür. 3 cingiltili C, N, N. Bunu da düz deyir. Sözdə samit cütlüyü yoxdur. Samit cütlüyü var, N, N. Görürsüz, L-da N-ya çevrilib. Ona görə samit cütlüyü, yəni var. Deməli, səhv cavab elə C variantıdır. 26. Təşəbbüs sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikri müəyyən edin. Təşəbbüs sözünün tələffüzü elə təşəbbüs olaraq da qalır. Doğru fikir istəyir, təşəbbüs şəklində tələffüz olunur. Bəli, elə variantı doğrudur. Yəni, doğru fikir istəyir, A-nı götürdük. 27. Ədalətlə sözünün fonetik xüsusiyyətlərinə aid səhv. Ədalətlə sözü necə tələffüz olunur? Ədalətlə. Yəni, A uzanır, L-də nənə çevrilir. Deməli, səhv istəyir, ahəng qanunu pozulub, düz deyir, Ə var, A var, pozulub. Sözdə hərf və səslərin sayı bərabərdir. Deməli, xeyr, bərabər deyil, səs artımı olub. L-nən kimi tələffüz olunub, yəni sözün sonuna bir dənə N artırılıb. Ona görə də elə səhv cavab B variantı olacaq. 28. Demokratiya sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Gəlin baxaq. Demokratiya. Deyir ki, 4 cingiltili 2 kar samit var.
K çardı və T çardı. Qalanları cingiltilidir, düz deyir. Həm açıq, həm qapalı var. A, E, bəli, açıq, İ, qapalı. Bu da düzdür. Dodaqlanan sait yoxdur. Düz deyir. Dodaqlanan yoxdur. Hamısı dodaqlanmayandır. Deyilişi ilə yazılışı fərqlənmir. Xeyr, fərqlənir. O, A kimi tələffüz olunur. Görürsüz, səs dəyişib, yəni o A olub, deməli fərqlənmə var. Doğru cavab D variantı olacaq. 29-cu sual. İttihamnamə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Gəlin yenə tələffüzünü yazaq. İttihamnamə. Yəni T-dan biri D olur, namə sözündə isə A uzanır. Deməli, yazılışı ilə tələffüzü fərqlənmir. Xeyr, fərqləndi axı. Yəni T D-ya çevrildi. Bu fərqlənmə deməkdir. Deməli, səhv cavab A variantı olur. 30. Təvəllüd sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri müəyyən edin. Təvəllüd sözü necə tələffüz olunur? Təvəllüd. T olur sonda. Deməli, təvəllüd sözündə A variantında deyir ki, V və D samitləri cingiltilidir. Axı burada D yoxdur. A-nı sildim. Düzgün fikir istəyir məndən. 3 samitin çar qarşılığı yoxdur. 2 samitin yoxdur. L-lının, deməli B-ni çıxdım. Samit səslərin ikisi çardır. Bəli, T əvvəldə və sonda ikisi çardır. Qalan V, L cingiltilidir. Bu düzdür. Elə düzgün fikri də istəyir. Deməli, cavab C variantı olur. 31. Fikirlərin üçünə də uyğun gələn söz hansıdır? Deməli, yazılışı ilə deyilişi fərqlənmir deyir. Ahəng qanununa tabe deyil. Tərkibində uzun tələffüz olunan sait yoxdur. Üçünün də uyğun olduğu söz istəyir bizdən. Deməli, ahəng qanununa tabe deyil, amma blokada sözü ahəng qanununa tabedir. Deməli, mən B-ni çıxıram. Bankomat sözü də ahəng qanununa tabedir. Bunu da çıxıram. Qaldı A, D və C. Deyir ki, uzun tələffüz olunan sait yoxdur. Bəhanə sözündə uzun tələffüz olunan sait var. Eynən, deməli, dizayner sözündə yoxdur. Və bizə nə deyir? A-da da var uzanma, ona görə doğru cavab elə D variantı olur. 32. Morfologiya sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir istəyir. Morfologiya sözü necə tələffüz olunur? Morfologiya. Deməli, səhv istəyir. 3 cingiltili samitin qarşılığı yoxdur. M-nın, R-nın, L-nın yoxdur. Düz deyir. Hərf və səslərin sayı bərabərdir. Düz deyir. Ahəng qanunu pozulmuşdur. Baxıram, bəli, O, İ var, pozulubdur. Vurğusu ikinci hecanın üzərindədir. Xeyr, elə səhv cavab budur. Çünki vurğusu 3-də olacaq. 33-cü sualda həcmli sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikir istəyir. Həcmli sözünün tələffüzü həcmli şəklində olur. Yəni qapalı sait artırılır. Ona görə bir qapalı yox, 2 qapalı sait olur. A variantını çıxdıq, çünki bizdən doğru cavabı istəyir. B variantında deyir ki, bir çar, 2 cingiltili samit yanaşı işlənmişdir. Xeyr, bu da səhvdir. Yazılışı ilə deyilişi fərqlənmir, qapalı sait artırılır, səs artımı fərqlənmə deməkdir. 3 samit yanaşı işləndiyi üçün vurğu 2 hecanın üzərinə düşmüşdü. Xeyr, 3 dənə samit yanaşı işlənmir axı. Orada ortaya qapalı sait artırılır. D-də səhvdir, 2 hecalı sözdür. Bəli, 2 hecalı sözdür. Biz yazılışa baxırıq. Yazılışda 2 sait varsa, deməli 2 hecalı sözdür. Doğru cavabımız E variantıdır. 34. Mənfəət sözünün gəlin yenə tələffüzünü yazaq. Bilirik ki, 2 qoşa sait yanaşı gələndə biri düşür, digəri uzun tələffüz olunur. Deməli, bizdən düzgün fikirlər istəyir. Hərf və səslər sayca bərabər deyil. Düz deyir də. Yəni biri düşübdür. Deməli bu doğrudur. Vurğu
Üçüncü hecəyə düşür. Bəli, bunu da doğru deyir. 2 açıq, dodaqlanmayan incə sait işlənmişdi. Gəlin baxaq, 2 dənə ə var. Açıqdır, bəli açıqdır. Dodaqlanmayandır, bəli dodaqlanmayandır. İncədir, bəli incədir. Deməli 3 də düzdür. 2 hecalıdır, yazılışa baxıram. 3 sait var, 3 hecalıdır. Çarı qarşılığı olmayan 3 samit vardı. Baxıram. Çar qarşılığı olmayan m var, n var. Digərlərinin, yəni çardır, qarşılığı da var. Deməli 5 də səhvdir. Bizim doğru cavabımız oldu B variantı 1, 2 və 3. Keçək 35-ci suala. Deməli 35-ci sualda bəstələyir sözünü. Gəlin tələffüzünü yazaq. Bəstələyir. Aha. Bu şəkildə yazdıq. Deyir ki, tərkibində düzgün fikirlər istəyir. Birinci ona baxaq. Tərkibində uzun tələffüz olunan sait var. Uzun tələffüz olunan sait yoxdur. Biri çıxdıq. Bir qapalı, 3 açıq incə sait işlənmişdi. Deməli, bir qapalı, xeyr, 2 qapalı var, bəstələyir, ə-iyə keçir. Söz sonu a-ə ilə bitəndə və özündən sonra bəzi şəkilçilər var ki, onları artırdıqda bu zaman qapalı saitə keçir a-ə. Ona görə burada da eyni qayda baş verib və ona görə 2 qapalı var. 2-ni də çıxdıq. Deyilişi yazılışı arasında 2 fərq var. Bəli, deməli t d-ya çevrilir. Ə də i-yə çevrilir. 3 düzdür. 4 hecalıdır. Baxıram 1, 2, 3, 4 hecalıdır. Ahəng qanuna tabedir. Bəli, hamısı incədir deyə tabedir. 4 cincirtili 2 çar samit işlənmişdir. B cincirtili, D cincirtili, L cincirtili, Y cincirtili, R cincirtili 4 dənə olmadı. 5 oldu. Deməli bunu da çıxırıq. Doğru cavab qaldı A variantı. 36-cı sualda, deməli, 36-cı sualda müəllim sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri istəyir bizdən. Deməli, müəllim sözü elə müəllim olaraq da qalır. Yəni, heç bir dəyişiklik olmur. Səhv fikri istəyir. Vurğusu ikinci hecanın üzərindədir. Səhvdir deyil. Bu müəllim sözünə vurğu müəllim sona düşür. Deməli, elə A variantı səhvdir. Gəlin, digər variantları da yoxlayaq. Deməli, ü incədir. Bəli, ü incədir. Dodaqlanandır, qapalıdır. Ə-i incədir, dodaqlanmayan saitlərdir. Düz deyir. 3 hecalıdır, düz deyir. M-lı cincirtilidir, düz deyir. İncə saitlərin ahəngi var. Bəli, düz deyir. Bəli, elə A variantı bizim səhv cavabımızdır. 37. Etibar sözü. Deməli, etibar sözü tələffüzünə baxırıq. Etibar. Yəni, uzanır. Və bizdən səhv cavabı istəyir. Saatlərdən biri uzun tələffüz olunur, düzdür. 3 hecadan ibarətdir, düzdür. 6 səs, 6 hərfdir, bəli, nə səs düşümü var, nə səs artımı, düz deyir. Saatlərin ikisi incə, biri qalındır. Deməli, E ilə i incədir, A qalındır, düz deyir. Vurğusu birinci hecadadır. Uzanan saitin üzərinə vurğu düşə bilmir. İstisnalar var təbii ki, amma düşə bilmir qaydaya əsasən. Ona görə səhv cavabımız E variantıdır. 38. Məişət sözü tələffüzünü yazırıq yenə. Məişət sözündə, səhv fikir istəyir yenə. Deməli, ş, t, çar, y-mı cincirtilidir, düzdür. 3 hecalıdır. Bəli, 3 hecalıdır, düz deyir. Vurğu 3-cü hecadadır, düz deyir. Ə incədir, dodaqlanmayanda açıqdır. İ incədir, dodaqlanmayanda qapalıdır, düzdür. Bütün hecalar samitlə bitir. Baxın, hecaya ayıranda mə, i, şət. Ortada mə var, bir də i var. Onlar samitlə bitmir. Yəni saitlə bitir. Deməli, səhv cavab elə E variantıdır. Sonra 39. Hansı cərgədə bütün sözlərdə hərflərlə səslərin sayı bərabərdir?
Hərflərlə səslərin sayı, yəni nə səs artımı olsun, nə səs düşümü olsun, yəni eyni olaraq qalsın. Deməli, bədii sözündə düşür, düşmə var, təəssüfdə düşmə var, zəifdə y artırılır, hökmdarda ü artırılır. Qaldı E variantı, mötəbər, ilğım, 8 və şəkil sözüdür ki, heç bir şey baş vermir, olduğu kimi qalır. 40-cı sual. Odlamaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv istəyir. Gəlin baxaq. Oddamaq. Oddamaq. Aha. D, M cingiltilidir. Bəli. X kar saitdir. Düz deyir. Yalnız açıq saitlər işlənmişdir. Düz deyir. Odlamaq şəklində, xeyr, elə C variantı səhvdir də. Baxın, odlamaq şəklində tələffüz olunmalıdır. Ona görə C səhvdir. 41-ci sual. Cavanlaşmaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Gəlin yenə tələffüzünü yazaq. Cavanlaşmaq. Aha. Deməli, L-ya çevrildi. Q-ya çevrildi. Deməli, yenə səhv cavab istəyir bizdən. Yalnız qalın və açıq saitlər işlənmişdir. Yalnız qalın, bəli, A, açıq A, düzdür. Deyiliş və yazılışda fərq var, düzdür. 2N samiti var, bəli, 2N işlənib, düzdür. Vurğu 4-cü hecadadır və bəli, vurğu maqa düşür. Y samitin çar qarşılığı ilə bitir. Xeyr, Y-nın çar qarşılığı hissəsi, yəni X iştirik hissəsidir. Burada isə bitən X-dır. Ona görə E variantı bizim səhv cavabımızdır. 42-ci sualda sədrlik sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri, yenə səhv istəyir. Deməli, tələffüzünü yazırıq. Mütləqdir tələffüzünü yazmaq həmişə. Yəni doğru çıxsın istəyirsinizsə cavablarınız, çalışın tələffüzünü fonetik təhlildə həmişə yanında yazın. Və deyir ki, dedik bura ortaya i artırılır, qapalı sayt l-r-ya çevrilir ki, x-dirik olur. 2 çar 3 cingiltili samit var. Deməli 2 çar x-dirik və s düz deyir, 3 cingiltili düzdür. 1 incə açıq, 2 incə qapalı sayt işlənmişdir. Deməli 1 incə açıq, bəli, ə, 2 incə qapalı i düz deyir bunu da. C variantında deyir 2 hecalıdır, 3 sayt səs işlənmişdir. Düzdür, bəli, heca deyəndə bura baxıram, 2 hecalıdır. Amma səs deyəndə bura baxıram, bəli, 3 sayt səs işlənmişdir. Samitlərdən ikisi yazılışından fərqli tələffüz olunur. Bəli, L və K fərqli tələffüz olunur. Bu da düzdür, bu da düzdür. 2 müxtəlif cingiltili samitin çar qarşılığı yoxdur. Burada 2 dənə R var. Bəli, çar qarşılığı yoxdur. Amma 2 dənə müxtəlif deyir. İkisi də eynidir. Yəni r-dır. Ona görə səhv cavabımız E variantıdır. 43-cü sualda tərəfkeşlik sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Yenə yazırıq. Tərəf keşlik. Aha, xışdirik yəni. İndi bizə deyir ki, yazılışı ilə deyilişi fərqlidir, düzdür. L səsinin çar qarşılığı yoxdur. Baxıram bura tələffüzə. Tələffüzdə heç L səsi yoxdur. Yəni L yoxdur ki, mən onu təhlil eləyim. Ona görə elə səhv cavab B variantıdır. 44-cü sual. Zərcəlik sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri istəyir. Yenə tələffüzü yazıram. Zərcəlik. L-ya çevrildi, K-da x-diriyə çevrildi. Deməli, vurğu 3-cü hecanın üzərindədir. Bəli, vurğu buradadır, düzdür. Yazılışı ilə deyilişi fərqlənir, düzdür. Ə açıqdır, incədir. İ qapalıdır, incədir, düzdür. Ahəng qanunu gözlənilmişdir, düzdür, hamısı incədir. Z, R, C, L cingiltili. Baxın, bayaqki məsələ burada da var. Axı tələffüzümdə L yoxdur mənim. Deməli, səhv cavabımız E variantıdır. 45-ci sual. Göstərmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin.
Tələffüzü necə olacaq? Göstərmək. Aha. Deməli, səhv istəyir bizdən. Zingiltili samitlə başlayıb çar samitlə bitir. Bəli, düzdür. Ahəng qanuna tabedir. Düzdür. 4 zingiltili samit işlənib. C, D, R, M. 4 dənə oldu. Ö incədir, açıqdır, dodaqlanandır. Ə incədir, dodaqlanmayandır, açıqdır. Ç çar samitdir. Baxın, var tələffüzümüzdə Ç, yoxdur. Olsaydı təhlil eləyərdim, amma yoxdur. Deməli, səhv cavab E variantıdır. Ofsunlamaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri. Tələffüzü, ov, sun, namaq. Aha. Ofsunlama l-ya keçdi, qıda, üzr istəyirəm, qıda nəyə keçdi? X-ya keçdi, x-diri yazmışdım, çaşıb. Aha. Deməli, deyir ki, bizə ahəng qanununa tabedir. Düz deyir, ahəng qanununa tabedir. Ofsunlamaq şəklində tələffüz olunur. Düz deyir. Samitlərdən yalnız ikisi kardır. S kardır, bir də X kardır. Düzdür. Saatlərdən heç bir uzun tələffüz edilmir. Düz deyir. L, N, M zingiltili samitlərin çar qarşılığı yoxdur. Baxın, burada heç L yoxdur. Çünki N-ya çevrilib. Mən fonetik təhlil tələffüzə görə aparıram. Deməli, səhv cavabımız olur E variantı. Növbəti sualımız 47. 47-ci sualda dərdləşmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin deyir. Tələffüzü, dərd, söz sonu D ilə bitir, özündən sonra samit gəlir, T olur deyə. Dəşmək. Aha. Deməli, səhv istəyir. Vurğu üçüncü hecadadır, bəli, vurğu buradadır, məkdə. Çar samitlə bitir, bəli, x-dirik. Tələffüzdə 3 fərqli məqam var. Deməli, D, T oldu, L, D oldu, Ç da x-dirik oldu. Bu da düzdür. Çar zingiltili samit cütlüyü yoxdur. Axı var. D, T var burada. Deməli, D variantı səhvdir. 48. Monoqrafiya sözü. Monoqrafiya sözündə hər iki O A-ya çevrilir. Deməli, səhv fikir istəyir bizdən. Vurğusu üçüncü hecadadır, bəli, düzdür. Ahəng qanunu pozulmuşdur, düz deyir, A-i var. Deyilişi, yazılışı fərqlidir, bəli, O'lar A-ya çevrilir. Bizə deyir ki, bir dodaqlanan var, 4 dodaqlanmayan. Axı, dodaqlanan sait olmadı burada. Bu da A-ya çevrildi, bu da A-ya çevrildi. Monoqrafiya. Elə olanda burada dodaqlanan sait olmadı. Səhv cavabımız D variantıdır. 49-cu sual. İtaət. Çarıq. Aha. Deyir ki, səhv fikri. L samitinin çar qarşılığı yoxdur. Yenə, eyni məsələ. Var tələffüzdə L yoxdur. Deməli, səhv cavabımız elə A variantıdır. 50. Muavinlər sözü. Muavinlər. Aha. Deməli, saitlərin hamısı yazıldığı kimi tələffüz olunur, doğrunu istəyir. Muavinlər, bəli, saitlərin hamısı yazıldığı kimi tələffüz olunur, düzdür bu. Bir dənə L-ya keçir, o da samitdir. Deməli, 50-də doğru cavabımız oldu A variantı.